Rəhman və Rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz inamsevərlər. Müqəddəs Ramazan ayının, Quran ayının 24-cü günündə iftara doğru hər birinizə dua edərək deyirəm. Allah Taala hər birimizin oruç və namazlarımızı qəbul etsin. Gün çıxandan gün batana kimi bütün nəfsani istəklərinə yox deyərək, ixlas, ilahi təqva dolu könül sahibliyi ilə, ilahi təslimiyyətlə Rəbbinə doğru yönələrək, ac və susuz qalaraq, ehtiyac sahiblərinin halını yaşayaraq, yardımlaşan, paylaşan, bol-bol sədəqələr paylayan, eləcə də oruç tutmayan, namaz qılmayan, ancaq müqəddəs Ramazan ayının dəyərini anlayan, idrak edən, bu ayda paylaşan, yardımlaşan, müqəddəs şəhid doğmalarının qapılarını açaraq bizlər sizlərə borcluyuq deyən, eləcə də qəhrəman qazilərimizi ziyarət edən bütün soydaşlarımızın etdikləri dualar, ibadət qismində Allah dərgahında qəbul olsun. Qoy bu müqəddəs gündə edilən dualara xatir Allah Taala hər birimizin iman, təqva dolu ömrünə bərəkət versin. Allah Taala xalqımızın, dövlətimizin birlik və bərabərliyini, vəhdətini əbədi etsin. Bəli, bizlər yenə də yenilməz inam komandası olaraq inamın işığında Allahın izni Azərbaycan dövlətinin yardımı ilə, himayəsi ilə Ramazanın fəzilətlərini sizlərlə bölüşmək üçün gəldik. Yenə də fədakar qonaqlarımız, mən artıq onlara qonaqlarımız demirəm, onlar ev sahibidirlər. Mənim çox dəyər verdiyim, dəyərli qardaşlarımı təqdim etmək istəyirəm. Bakı İlahiyyat Kollecinin direktor müavini, ilahiyyatçı, alim Faiq Əhmədzadə. Faiq mənim, xoş gördük. Xoş gördük Seyidin. Təşəkkür edirik dəvət Allah razı olsun. Minnətdarıq və xalqımızla görüşdürdüyünüz üçün də bizi xüsusilə təşəkkür edirik. Allah razı olsun, var olasınız. Xalqın sənətkarı deyirəm, mənəviyyatı ilə, əxlaqı ilə, sənəti ilə 100 minlərin könlünü fəth edən Respublikanın əməkdar artisti Sahib İbrahimov. Əziz qardaşım, xoş gəldiniz. Allah razı olsun Seyid Camal, dəvətiniz üçün çox sağ olun. Salamlayıram sizi və çox hörmətli ziyalılarımızı, əzizlərimizi. Müsəlman dünyasının müqəddəs bayramı olan, daha doğrusu ay olan Ramazan ayı münasibəti ilə bütün dindar bacı qardaşlarımızı salamlayıram, təbrik edirəm. Oruçları, duaları, namazları müstəcab olsun inşallah. Seyid, mən əməkdar artist deyiləm. Elə təqdim elədiniz. Allah sizdən razı olsun. Mən sadəcə xalqın sənətkarı dedim. Xayır, xalqın sənət, amma əməkdar artist dedimsə, məncə bu ilahidən Ramazanda, Allah sizdən razı olsun. Ramazanda gələn nəsə bir mesaj oldu. İnşallah. Allah sizdən razı olsun. Rəbbimiz yəqin ki bir işarə verdi. İnşallah. Allah razı olsun. Xalqın sənətkarı dedim. Elə xalqın sənətkar olmaq ən böyük titullardan bu boşuna deyil. Rəbbim nəsə dedizdirdi demək ki. Rəbbim nəsib etsin. Haqq edirsiniz. Çox uzun illər bundan öncə haqq edirsiniz. Allah razı olsun inşallah. Ağa Hacıbəyli, bu ad Azərbaycanın mənəvi mühitində yetərlidir. İlahiyyatçı, vəhdətin, birlik və bərabərliyin, məzhəblər arası münasibətlərin tolerant şəraitdə yüksəlişinə ən böyük xidmət göstərən sayılı ilahiyyatçilərimizdən, özümün də çox sevdiyim dəyərli qardaşım. Ağa, mənim xoş gördük. Xoş gördük dəyərli Seyidimiz. Necə keçir? Şükür, Allahın lütfü, ehsanı sadəcə bizim dünyamıza deyil, bütün kainatda Əsma-ül Hüsnəsinin bir təcəllisi var Ramazan ayının boyunca. Şeytanın əli qolu bağlı, nəfsə qarşı, o kiçik firona qarşı mücadilə, insanların üzü gülür, adamlar bir-birinə dəstək verir, bir-birinə dua edir, yardım edir. Bundan gözəl, in şəkərtum ləzidənləkum. Əgər siz şükür edərsinizsə artıraram deyir Rəbbimiz. Allah şükür edənlərlədir. Gözəl başladıq hər birinizlə. Abdullah Umudov, Qarabağ qazisi, 44 günlük haqlı savaşımıza qoşulan gənc ilahiyyatçımız, Quran qarisi, Ulu Öndərimizin adını daşıyan Heydər Məscidinin imamı, niyə deyirəm, artıq imamlıq imtahanını keçibdir. Öz gözəl bəlağətli Quran avazı ilə milyonların inamın işığında könlünü fəth edən
gənc ilahiyyatçımız, Quran qarisi. Abdullah, xoş gördük. Çox sağ olun, təşəkkür. Gecə gəlirsən, gündüz gəlirsən, vəhdət azanlarını səsləndirirsiniz. Bu da bir bəxtiyarlıqdır, bu da bir nemətdir. Allah dövlətimizi mühafizə etsin, qorusun. Amin. Dövlətimizin bizlər üçün yaratdığı bu mümbit şəraitdən istifadə etmək imana bağlıdır. Qoy müqəddəs Quran ayında yenə də söz Quranın olsun. Qoy söz Quranın olsun ki, Quranın və şəhidlərin şəfayəti Allahın özünün ərşdə seçdiyi Qarabağın xilaskarı, Qarabağın fatihi, Müzəffər Ali Başkomandanımız, İlham Əliyev cənabları başda olmaqla yenilməz rəşadətli ordumuzun, inaslı xalqımızın, bir də bu an sosial şəbəkələrdə, İnamın YouTube kanalında, Space televiziyası vəsiləsi ekran qarşısında bizi izləyən, bizə dəyər verən bütün dəyərli izləyicilərimizin üzərindən əksik olmasın. Niyyət bəllidir. Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov, 1-ci, 2-ci Qarabağ müharibəsinin şəhidləri, antiterror tədbirləri zamanı şəhadət şərbətinə təşkil olub şəhid olan övladlarımızın, qardaşlarımızın, 20 yanvar Xocalı şəhidlərinin bir ayrıcı olaraq niyyəti yeniləməkdə fayda vardır. Elə Mağa müəllim, hər gün biz bu niyyətlə yeniləyirik. Ümumilli liderimiz, ulu öndərimiz, mənəvi dəyərlərimizin, mədəni irsimizin, Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı və himayəçisi olmuş Heydər Əliyev cənabları başda olmaqla bu xalqın, dövlətin mənafeyi uğrunda layiqincə mücadilə veriblər, mücadilənin önündə olublar, haqqın dərgahına qovuşublar. Və hər birimizin ekran qarşısında, sosial şəbəkələrdə, canlı yayımdayıq Sahib müəllim, həm də digər sosial şəbəkələrdə, İnamın YouTube kanalında bizi izləyən, bizə dəyər verən, səmimiyyətlə, ixlasla, təqva ilə apardığımız bu mücadilənin əhəmiyyətini idrak edən, dualarında bizi unutmayanların da vəfat etmişlərini bu əziz gündə anaq. Bu da vəfa borcudur, imana bağlıdır. Sən uzun illərdir məni tanıyırsan, borçlu qalmağı heç zaman sevmədim. Ya Allah, Bismillah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. أأتخذ من دونه آلهة إن يردني الرحمن بضر لا تغن عني شفاعتهم شيئا ولا ينقذون إني إذا لفي ضلال مبين إني آمنت بربكم فاسمعون إني إذا لفي ضلال مبين إني آمنت بربكم فاسمعون قيل ادخل الجنة قيل ادخل الجنة قال يا ليت قومي يعلمون
بما غفر لي ربي وجعلني من المكرمين صدق الله العظيم. اللهم صل على سيدنا محمد النبي الأمي وعلى آله وصحبه وسلم. اللهم صل على سيدنا محمد النبي الأمي وعلى آله وصحبه وسلم. اللهم صل على سيدنا محمد النبي الأمي وعلى آله وصحبه وسلم. Salam olsun, salam olsun könüllərin sultanı, yaradılmışların ən əşrəflisi, ən üstünü, İslamın günəşi, Məhəmmədi Mustafaya. Salam olsun onun mübarək ev xalqına, əziz əhli beytinə. Salam olsun dörd xəlifiyə, salam olsun siddiqlərə, sadiqlərə, müttəqilərə. Salam olsun Allahın adı çəkiləndə qəlbi titrəyənlərə. Bir də Allahın sağlıq və salamı olsun iftara doğru bütünlüklə bizi izləyən, bax 100 minlərin, bizə dəyər verən, çox dəyərli izləyicilərimizin üzərinə. Qarabağ qazisi, Quran qarisi, Allah səsinə, nəfəsinə, elminə güc versin. Qoy Allah Teala oxunan bu mübarək kəlamları öz dərgahında qəbul edib, haqq sahiblərini xəbərdar etsin. Qoy Quranın və şəhidlərin şəfayəti qalib sərkərdəmizin, qalib ordumuzun, qalib xalqımızın üzərindən bir an olsa belə əksik olmasın. Təşəkkür edirəm, var olasan. Sponsora keçid edəyin, əziz izləyicilərimiz, əziz qonaqlarımız, sponsordan sonra mövzunu müzakirə edəyin. Buyurun xanım redaktor. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah Teala sponsorlarımızın, xalqımızın
dövlətimizin və bu an bizi izləyən bütün vəfalı izləyicilərimizin hər birinin ruhsini xeyirlisi ilə çoxaltsın. Bəli, əziz qardaşlarımız, Ağa müəllim, sizdən başlamaq istəyirəm. Bugünkü Quran ayında 24-cü günündə Ramazanın daha çox istəyirəm halallaşmaqla bağlı danışaq. Çünki Ramazan fürsət ayıdır. Bu fürsəti dəyərləndirmək üçün, halallaşmaq üçün daha çox nələrə diqqət edəcək? Halallaşmaq anlayışından xəbəri olmayanların ən azı məlumatlanması üçün elə İnamın İşığı da bir fürsətdir. Söz sizin olsun, buyurun. Çox sağ olun. Sizin şəxsinizdə mən də dəyərli izləyicilərimizi Allahın gözəl salamı ilə salamlamaq istərdim. İnşallah artıq Ramazan ayının son günlərini yaşayırıq. Etikaf dediniz, yaşandı. Qədir Əhya gecələri yaşandı. İlk 10 günü rəhmət olaraq, ikinci 10 günü məğfirət olaraq, üçüncü 10 günü cəhənnəmdən qurtuluşla bağlı artıq günləri yaşayırıq. Çox böyük bir fürsət, əzəmətli bir ay. Allahın varlıq aləmindəki bütün o mənəvi dəyərlərini Ramazanın üzərinə bir süfrə olaraq önümüzə açıb və bu süfrənin üzərində bir də bir halallaşma adında bir nemət də görürük. Təbii ki, biz bu yaşadığımız həyat dünya həyatıdır, bir fani həyat yaşayırıq. Burada insanlar fani həyatın nemətlərini baqi həyata qoymaları üçün mütləq bir halallıq qapısından keçmə məcburiyyətindədir. Olur insan biri acı danışır, bəzən birinin qəlbinə toxunur, bəzən birinin haqqına girmiş olur, qeybətini eləyir və haqqında suizən eləyir və sair yönü ilə bir çox kiçik və böyük günahlar çapında bu imtahan meydanında insanlar bir-birinə qarşı və istəyərək, iradəli olaraq, bəzən də istəməyərək belə addımlar atmış olur. Bu baxımdan biz öncə halallaşmanı bir ailəmizin içərisindən başlayacağıq. Xüsusən bu ailə dövlətinə, o Firon şuurunun müdaxilə edə bilməyədiyi, ancaq müasir dünyamızda bir çox ailələrin belə həqiqətən pərişan qaldığı bir dövrdə yaşayırıq. Biz həmişə belə bir şey söyləyirik ki, baxın o nur üzlü Peyğəmbərimiz Aleyhisselatü Vesselamın dövrünə ki, 23 ilin içərisində sadəcə 3 boşanma gerçəkləşmişdi. Həbsxanası olmayan bir cəmiyyəti inşa etmişdi. Və qısa zaman içərisində Məkkə kimi bir yeri fəth etmiş bir insanın burnu qanamamışdı. Görünür ki, sevgili Peyğəmbərimizin o uca ruhaniyyətini, onun böyük əxlaqını, onun aldığı vəhi dəyərlərini biz evimizin içərisinə daşımaq məcburiyyətindəyik ki, özəlliklə Ramazan ayında ki, bir-birimizin gözlərinin içinə baxaq, haqqımı sənə halal edim, sən də haqqını mənə halal et, deyə biləcək qədər biz bir fütuhatı, o qəlb mədəniyyətini, birinci ailədən başlamaq. Bəli, könül mədəniyyətini yaşaya bilək. Və təbii ki, inanın, bir insan ailəsində nə qədər huzurludursa, nə qədər feyzlidirsə, o insan kənarda, cəmiyyətdə də o huzurla, o güclə, o təqva ilə yaşayacaqdır. Əgər bir insanın ailəsinin içərisində bir dərin burulğanlıq varsa, o insanın nə üzü gülə bilər, amma daxilində bir hüzün var, bir kədər var, bir qəm var. Ona görə könüldən könülə, öncə o könül körpüsünü qurduğumuz, könlünə taxt qurduğumuz xanımımızın və yaxud da xanımımız könlümüzə taxt qurduğu o zat və təbii ki, bir-birimizdən bir halallıq alaq. Buradan başlayacaq. Qonşuların halallaşması var, iş yerində insanların halallaşması var və təbii olaraq biz Azərbaycan deyilən böyük bir ailənin evladıyıq. Alicənab bir millətin evladıyıq. Ona görə bu millətə, onun şəninə, şəssinə yaraşan bir halımızı biz ifadə eləməliyik ki, biz bir-birimizi bağışlamağı bacaraq. Ən ta'fu aqrab lit-taqva. Qurban olduğumuz həyat kitabı deyir ki, bağışlamaq təqvaya ən yaxındır. Madam Ramazan ayı bir təqva məktəbidir, bu məktəbin sonunda bir şəhadətnamə istəyiriksə əgər, o təqva məktəbinin dərinliyinə inib, ruhumuzu təmizləmək istəyiriksə, yanımızda, qarşımızda duran insanı bağışlamağı bacaraq ki, o göy qübbəsindən də biz bağışlanaq. Elə də göy qübbəsindən də Allah da bizi bağışlasın. Mükəmməl bir başlanğıc oldu. Sahib müəllim, icazənizlə digər ilahiyyatçı alimimiz, Bakı İlahiyyat Kollecinin direktor müavini, ilahiyyatçı alim Faiq müəllim, halallaşmaq üçün ola bilir ki, bəzən haqqını halal et dediyimiz insanlar var. Hətta sən günahkar olmadığın halda halallıq istəyərsən, o sənə halallıq verməz. Və yaxud da ki, günahın var, halallıq istəyərsən, o sənə halallıq verməz. Din nə deyir, İslam nə deyir? İslamın münasibəti necədir? Əziz Seyidim, İslam dinində iki cür haqq vardır.
bir Allah'a aid olan hak ki Allah'ın bize emrettiği ibadetler bu hakkın içerisine girir. Bir de bendelere ait olan hak, kul hakkı deyilir terminolojiyada. Kul hakkı o kadar hassas, o kadar ince bir terazidir ki Allah Teala Celle Celaluhu mənə kul hakkı ilə gəlməyin deyir. Yəni belə bir qüdsi hədisdə. Yəni hər günahı bağışlayaram, hər haqqı bağışlayaram, amma kul haqqını bağışlamaram. Çünki o kul haqqı o haqqına girdiyin kula aiddir. Onun bağışlaması lazımdır. Və bu mənada kul haqqı və halallıq alma mənasında, kontekstində götürsək, əslində insanların bir-birinə haqqını halal etməməsi neydən başlayar? Küskünlükdən. İnsanlar bir-birinə küskün olduqları üçün, incik olduqları üçün haqlarını halal etməzlər. Amma elə bir dövrü yaşayırıq ki, elə bir müddəti keçirik ki, şükürlər olsun, buna da qovuşduq. Həm Ramazan ərəfəsindəyik ki, möminlərin bir-birinə mehriban olması lazım olan bir ay ərəfəsindəyik. Üstəgəl Novruz bayramı, milli ənənələrimiz üzərindən geçsək, küslərin barışdığı Novruz bayramı ərəfəsindəyik. Nə gözəl bir vaxta rast gəlib Ramazan ayı, həm də Novruz bayramı milli və dini kimliyimizə qovuşuruq eyni ayın içərisində. Küsürlərin barışdığı bir vaxtı, hər iki ay. Hər iki bayram. Buna görə də insanlar bir-birlərinə bu mənada haqlarını halal etməyə çalışmalıdırlar. Sallallahu aleyhi ve sellem Məhəmməd Peyğəmbərdən belə bir hədis var. Mömin möminə 3 gündən artıq küs qalmamalıdır deyir. Yəni mömin möminə qarşı o küslüyü davam etdirməməlidir. Bir də sizin babanızın Məhəmməd sallallahu aleyhi ve sellemin başına gələn bir hadisəni paylaşmaq istəyirəm. Bununla sözümü yekunlaşdırım. Məhəmməd Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün vəfat etmə ərəfəsindəykən çox ağır xəstədir və dönür ətrafındakı insanlara deyir ki, kimdə haqqım qalıbsa, kimin haqqına girmişəmsə tələb etsin, indi istəsin məndən ya da haqqını halal etsin. Bir nəfər qalxır səhabələrdən biri deyir ki, mənə haqqın keçib. Deyir, nə haqqım keçibsə halal elə ya da qarşılığını al, deyir. Həmin səhabə, ya Rasulallah, mən qarşılığını istəyirəm. Sən bir gün mənə bir odunla vurmuşdun, əlində bir ağacla, çubuqla vurmuşdun. Mən də eynisini istəyirəm, deyir. Rasulullah sallallahu aleyhi ve sellem vur ey mömin, ey Allahın bəndəsi, qarşılığını al deyə, qisasını al. Deyir ki, mənim əynimdə köynək yox idi sən vuranda. Mən də istəyirəm sən köynək olmadan, əynində köynək var, olmadan vurum. Rasulullah sallallahu aleyhi ve sellem köynəyi qaldıranda ki, vur ey Allahın bəndəsi deyə, adam gəlir, bir rəvayətə görə Peyğəmbərlik möhründən öpür. Elə bir hədislə qarşılaşırıq və Peyğəmbərlik möhründən öpərkən Allah cənnəti vəd edir deyə belə bir anlayış var İslam dinində. Və nə oldu deyə soruşanda, mən deyir, istəsəydim, sən mənə o möhürdən öpməyə icazə verməzdin, izin verməzdin. Mən bu şəkildə istədim ki, istədim ki, sənin halallığını bu şəkildə alın deyə. Ona görə halallaşmaq və haqqını halal etmək çox həssas bir məsələdir. Bizim də kimlərəsə haqqımız keçir. Biz gərək halal eləyək ki, digərlər də onun qarşılığında bizə haqlarını halal etsinlər. Çox təşəkkür edirəm. Allah razı olsun. Gözəl kəlamlara dayanan, hədislərin işığına dayanaraq çox gözəl başlanğıc oldu. İstər Ağa müəllim, istərsin sözləriniz ibrahimimizdir. Xalqın sənətkarı, deyirsiniz ki, Seyidim, mən əməkdar artist deyiləm. Ona görə düzəliş etdiniz. Siz xalqın sənətkarısınız. Təşəkkür edirəm. Kənardan müşahidə edən bir şəxs kimi, bir ziyalı kimi deyirəm ki, 100 minlərin sevimlisinə çevrilən öz əxlaqı ilə, gözəl ifası ilə xalqına, dövlətinə, dövlətçiliyinə xidmət göstərən sənətkarlarımızdansınız. Ona görə haqq edirsiniz. Göndər Allah da mənə dedizdirdi. Bizdə gedir Ramazan ovqatı. Elhamdülillah. Şükür olsun Allahın böyüklüyünə və
sizlərin və çox hörmətli ağa müəllimin, Faiq müəllim və sevimli Seydimiz sizin söhbətinizdən feyziyab oluram. Allah razı olsun. Maşallah, bu ibrətamiz sözlər, bu Allahın kəlamları biraz da mənəviyyatımızı saflaşdırır, durulaşdırır. Feyziyab oluram. Elə mən istəyərdim ki, bizim əzizlərimiz, sevimlərimiz danışsınlar, mən də qulaq asım, feyziyab olun. Bir balaca da yenə də insanlıq aləminə bir səyahət edim. Halallaşmağa sizin münasibətiniz necədir? Bir sənət adamının, mədəniyyət adamının. Təbii ki, mən Allah quluyam ilk öncə. Yəni, sənət adam olsam da və həm də mən müəllim olaraq bildiyimi, bacardığım ustadlarımızdan əğz etdiyim biliyimi istedadlı gənclərimizə, evladlarımıza ötürürəm. Təbii ki, halallıq, bayaqlar çox hörmətli Faiq müəllim dedi ki, haqqımı halal etmirəm deyəndə Həzrət Əli belə söylüyor ki, o haqqın, ədalətin dəyərini bilsəydi, haqsızlıq etməzdi təbii ki. İnsan gərək halal olsun. Təbii ki, biz qüsurlarımızla, mən özümdən danışıram, günahlarımla, səhvimlə bir Allah quluyam. Təbii ki, Allah o günahları bu əziz ayda, əziz günlərdə bağışlasın təbii ki. Allah bağışlayandır. Amma çalışaq ki, böyük qəbahətlər etməyək, böyük günahlar etməyək. Buna çalışmaq lazımdır. Amma insan xatasız olmur da. Biz insanıq, qul xatasız olmur. Allah razı olsun. Cümləmizdən Təşəkkür inşallah. edirəm. Bizə çoxlu sayda dayanmadan sosial şəbəkələrdə, İnamın YouTube kanalından yazırlar. Artıq 10 minlərlə səsli mesajlar var. Hətta dünən mən canlı efirdə imsakda da dedim ki, izləyicilərimiz inciyirlər və yazdıqlarımızı niyə oxumursunuz? Mən də onlardan xanım redaktorun ümumiləşdirdiyi suallar ki var. Əgər bir sual onu birinə bənzəyirsə, birini canlı efirə gətiririk. Niyə? Elə halallıq alıram. Mən də izləyicilərimizdən ki, mövzumuza uyğun haqlarını halal etsinlər. Təkrarlanmış suallar olduğuna görə əgər 50-si, 30-u bir-birinə bənzəyirsə, biz birini canlı efirə gətirək və sizin hər birinizin sualına cavab olsun. Ömər Məmmədov yazır. Sualım budur ki, iş yerimdə iş yoldaşlarım hər gün qeybət edirlər. Mən də işə görə məcbur qulaq asıram. Ancaq danışmıram, bu günah sayılırmı? Ağa mənim buyurun. Baxın, günümüzün çox fərqli bir günah metodudur. Qeybət bəlası, qeybət fəlakəti. Oruç tutmuş, Allaha qulluq eləyən, ibadət eləyən, amma bəzən fərqinə varmayan, 2-3 nəfərin bir araya gəldiyi zaman xoş-naxoş bir adamın mövzusunu gündəm eləyirlər və üzərindən didişmə başlayır və Quran-ı Kərim bunu çox şiddətli şəkildə yasaqlayır. Yəni, qeybət eləməyi Əxlaq surəsi olan 49-cu surə, 18 ayədən ibarət olan Hucurət surəsinin bağrında uca yaradan bunu boğur, bunu yox eləyin deyir, həyatınızdan çıxarın. Hətta ölmüş qardaşınızın ətini yemək sizə xoş gəlirmi deyə Kerihtumuhu ayənin sonunda son nöqtəni, o pik nöqtədə belə insanın əlindən tutub bu çirkin, bu bataqlıqdan kənara çəkmək istəyir. Amma biz nədənsə hələ də bu işin haramlığını, bu işin fəlakət tərəfini görə bilmədiyimiz üçün qeybət eləyirik. Əgər bir insan qeybət eləyibsə, ki, sevgili Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ın dövründə iki xanım bir gün Ramazan ayında Allah Resulüne yaxınlaşıb bir sual vermək istəyirlər. Sevgili Peyğəmbərimiz ağzınızdakiləri atın. Ya Resulullah, oruç tutmuşuq. Deyir, ağzınızdakiləri atın. Hədis qaynaqları göstərir ki, onlar kənara görürlər ki, ağızlarında qan filan. Ya Resulullah, vallahi bir şey yeməmişik. Deyir, biraz öncə haqqında danışdığınız insanın o mənəvi havası sizi bu hala getirir. Bu deməkdir ki, əgər Peyğəmbərimizin dövründə Allahın salamı olsun, sahabə xanımlar vəhin gəldiyi bir dövrdə qeybət ediblərsə, onların halı, əhvalı bu şəkildə dəyişibsə, qeybət eləyən insan bilməlidir ki, onun şanından, canından, onun ruhundan, onun əxlaqından gedir. Həmişə dediyimiz bir söz var. İnsanın ağlı harda, əxlaqı da orada. Təşəkkür edirəm. Minnətdaram. Suallarımız artıq minlərlə deyil, 10 minlərlədir. Qısa-qısa cavablandıraq deyə. Çünki sayılı günlər qaldı. Allah Ramazana qovuştursun. Amin. Amin inşallah. Nailə Əliquliyeva yazır. Mənim belə bir sualım var. Namazda məsələn, İxlas bir neçə dəfə təkrar söyləndikdə hər dəfə
Bismillah deməliyikmi? Yaxud bir dəfə başdan Bismillah deyib, ardıcıl Bismillahsız surəni söyləyirik. Buyurun. Əslində hər surənin başında Bismillah deyə nazil olub. Ona görə də hər surə deyilərkən Bismillahla deyilmək daha yaxşı olar. O eyni zamanda insanı Allaha yönləndirir. O deyilən sözə fikri yönləndirir. Eyni zamanda da Allahın nə qədər mərhəmətli olduğunu təkrar-təkrar xatırladır. Təşəkkür edirəm. Buyurun. İzləyicimiz Cəlilov yazır. Salam, gözəl qonaqlar. Axşamınız xeyir olsun. Allah sizlərə can sağlığı versin. Nə yaxşı ki varsınız. Həmişə var olasınız. Mən tək oturub sizə baxıram. Çünki təkəm. Niyə tək olur ki? İnamın işığında milyonlarla bərabər kimsəsizlərin sahibi olan Allah tək mi buraxar insan? Çox duyğulandım, ona görə bunu oxudum. Buna bənzər çoxlu suallar var. Bizə yazan bu əzizimiz, sevimlimiz qardaşdırmı, bacıdırmı onu bilmək lazımdır. Ona görə Bəli, Allah razı olsun. Duyğulandım mən də. Allah Taala kömək olsun. Allah amin. Salam, çox xahiş edirəm. Bir məsləhət verin mənə. Mən nə edim? Mən orucam, ancaq ki qızdırmam var. Nə edim? Xahiş edirəm, cavab yazın. Öncədən təşəkkür, Nihat. Allah şəfa versin. Nə etsin ağa müəllim? Dərs edimiz inşallah az qalıb. Yəni iftara əgər tam gətirə bilirsə, axşama qədər orucunu tutub, inşallah biraz sonra iftar edər. Bir söz deyim, yəni hədis şərif olaraq Allah Rəsulü deyir ki, bir insanın sıxıntısı günahlarının kəffarəsidir. İnsan özündə bilməlidir ki, əgər bir sıxıntısı varsa, günahlarımı Allah Taala təmizləyir. Tam gətirə bilirsə, orucunu inşallah tamamlasın. Yox, əgər Allah qorusun, şiddətli bir hala gəlibsə... Şiddətlidirsə mütləq açması lazımdır. Bəli. Can Allahın əmanətidir. Təşəkkür edirəm. Çoxlu suallarımız var. Dərhal qəbul etmək istəyirəm. Səsli mesajlardan xanım redaktor. Sevgilim, axşamınız xeyir olsun. Hörmətli yoldaşlar, sizin hamınıza axşamınız xeyir deyirəm. Sizi xoş gördük bu əziz Ramazan ayında. Sizin bax bu gərgin əməyinizi, gecə-gündüz çəkdiyiniz zəhmətə mən böyük qiymət verirəm. Bir ağsaqqal kimi çox sağ olun. Minnətdaram sizə. Və eyni zamanda sizin orada zəhmətkeş uşaqlarınız var. Cavanlar orada zəhmət çəkir. Kadr arxasında operator, texnik, səs rejissoru, səhnə rejissoru. Onların hamısını mən bir ağsaqqal kimi sağ ol deyirəm, təşəkkür edirəm. Və sualım da belədir. Yəni sual deyək da. Maşında gedərkən, istər sükan arxasında, istərsə də bir sərnişin kimi oturub, Yasin surəsini oxuyub, kiminsə ruhuna bəxş eləmək olar, yoxsa olmaz. Və ikinci də budur. Və Yasin surəsini yarıya qədər oxuyub, başa çatdırmayıb, kiminsə ruhuna bəxş eləmək olar, yoxsa yox. Bax, bunu mən bilmək istəyərdim. Təşəkkür edirəm, dəyərli ağsaqqala, minnətdaram. Nə gözəl, səs rejissorumuza qədər, hər bir kəsə, komandamıza. Bir deyəsən unutduğu xanım redaktor oldu, amma arzu olaraq hamıya dua etdi. Allah razı olsun, biz də sizə dua edirik. Dəyərlər hər zaman dəyər verməyi bacarır. Sahib müəllim, burada halallıqdır mövzumuz, canınız dərd qəmdən uzaq. Çox maraqlıdır. Dünən biz İnam komandası olaraq baxırıq. 10 minlərlə təşəkkür edib, dəyər verən izləyicilərimiz var. Və bu Azərbaycan xalqının nə qədər qədir bilən, nə qədər imana silah kimi sarılan bir xalq olduğunun əyanı sübutudur. Dəyər verən bütün dəyərli izləyicilərimizin hər birinin qarşısında baş əyirəm. Allah sizləri qorusun. Mən də belə dua edirəm hər birinizə. Allah da sizi öz dərgahında dəyərli olanlardan qərar versin. Sualı eşitdiniz. Ağa müəllim, sizdən başlayaq. 11-ci əsrin batmayan günəşlərindən biri İmam Qəzali Həzrətlərinin Allah razı İhya olsun. Ulumuddin əsərində bir hədis şərifi vurğuluyur. Xüsusən bu vəfat etmiş insanların üzərində oxunan Quranın haqqında elən bir bildiri qaynağı bizə çatdırır. İmam buyurur ki, insan Quran oxuyub bu dünyadan axirətdə vəfat etmiş bir insana göndərdiyini sanki mələklərin altın boşqabında ona bir hədiyyə olaraq göndərər. Allah da o insana sənə bu dünyadan bir pay var deyə onu xəbərdar edər. Əgər işin içərisində Yasin varsa, Peyğəmbərimiz Aleyhisselatü Vesselam buyurur ki, Yasin deyir Quranın qəlbidir.
Quranın qəlbindən, Quranın könlündən bir parçanı oxuyub, bir əzizinə insan əgər hədiyyə eləyirsə, o qədərini Allah qəbul edəcək. Əgər tam oxuyub göndərəcəksə, o qədər savabını əldə eləmiş olacaq. Allah qəbul etsin. Sonra yarımçıq dedi oxumaq olarmı? Hər ikisi Sükan arxasında. nə qədər oxuyub o qədər yəni. Şəfadır inşallah. Bəli. Növbəti səsli mesaj xanım redaktor. Xeyr. Allah qəbul eləsin orucu. Oruç tutanların orucunu və sizlərin də. Mən yanımda bir ana var, maraqlanır. O nəvəsi üçün süfrə nəzir deyib ki, evlad payısın. Qurban da özündən deyib. Qurban öz boynundadır, deyir kəsəcəm. Şükür Allaha evlad nəsib olub. Keçən vaxtlar deyib. Amma bunun narahatdır. Buna deyirlər ki, sən ixtiyarın yoxdur, nəvəsin süfrə nəziri deməyə, özündən özü eləsin. Onun üçün narahatdır. Deyir, o süfrənin açılmağı mənim boynuma qalır, yoxsa elə nəvənin özü açmalıdır. Allah razı olsun. Təbəssüm üçün deyirəm. Bəlkə də burada bir razılaşmaya da şərait yaratmaq lazımdır. Faqih müəllim, buyurun. Kim nəzir Üzr istəyirəm, eləyibsə, nəvənin imkanı yaxşısı olar da nəvə versin, nə olar ki? bəli, çox gözəl olar. Bəli. Kim nəzir deyibsə, onun kəsməyi və ya onun süfrə Niyyət ona açması bağlıdır. lazımdır. Amma burada nəvə dəstək olmaq istəyirsə, biraz daha böyük bir süfrə aça bilərlər, daha geniş bir ehsanat verə Ehtiyac bilərlər. sahiblərini də ora dəvət etsinlər. Təşəkkür edirəm. Aynur adlı izləyicimiz yazır. Salam, Allah oruç namazınızı qəbul etsin. Amin. Salam dəyərli Seydim. Çox xahiş edirəm, səsləndirin. Mən balığa tövbəliyəm, bilirəm, səhv etmişəm. Mən balıq yeyə bilərəmmi? Xahiş edirəm, səsləndirin. Unikal suallardır. Xanım redaktor söylüyor ki, bəzən elə suallar gəlir ki, bəlkə bunu canlı efirə daşımayaq. Deyirəm, insanları düşündürür və bizə inanırlar, etimad göstərirlər. Niyə də cavablandırmayaq? İlahiyyatçı qardaşım, Aynur adlı qızımız, bacımız balığa tövbə edib. Niyə edib bilmirəm. Balıq niyə problem yaradıb onun üçün bilmirəm. Buyurun. Ola bilsin insandır. Ola bilir, ola bilsin, təmizləndiyi anda bəlkə gördüyü bir hər hansı bir haldan tövbə İkisine eləmiş də olar. bilir. Amma balığa tövbə deməyin bir mənası yoxdur. Əgər insan deyibsə, o tövbədən vaz keçə biləcək. Çünki insan nəyə tövbə deyir? Haram bir işdən çəkinmək üçün. Yanlış bir xatadan çəkinmək üçün əgər insan tövbə edibsə, o tövbə pozulduğu zaman məsuliyyət daşıyır. Yoxsa mən balıq yeməyəcəm, tövbəliyəm, belə bir tövbə məsuliyyəti yoxdur adamın üzərində. Amma qaldı ki, narahatdırsa bu əməlindən, çünki Allah məni bağışla, mən sənin halal bir nemətinə haram demişdim özümə ki, belə səlahiyyətimiz yoxdur buna və bununla da inşallah bağışlanmış olar. Allah kömək olsun. Mükəmməl bir cavabdır, gözəl bir çağırışdır. Səsli mesaj qəbul edək, xanım redaktor, buyurun. Salam, axşamınız xeyir. Allah oruç namazlarınızı qəbul eləsin, dualarınızı qəbul eləsin. Sizdən bir sualım var, xahiş edirəm. Bilmək istəyərdim bu sualın cavabını, zəhmət olmasa deyərsiniz. Demə, Şəvval ayında dediniz ki, demə, bir həftə tutulan oruc bir ilin savabına bərabərdir. Mən çox istəyərdim ki, Şəvval ayında da oruc tutum. Həm də bu niyyətdən əlavə, demə, əlavə də qəzaları tutmaq olar. Həm Şəvval ayının orucu kimin, həm də niyyətimi qəza tutsam, ikisinin də savabı qəbul olar orucu. Çox sağ olun, təşəkkür edirəm qabaqcadan sizə. Biz sizə təşəkkür edirik. Faqih müəllim, buyurun. Əziz Seydim, bu suala cavab verim. Bəli. Bundan icazə versəz, bundan Buyurun. öncəki suala da cavab Buyurun. əlavə eləmək istəyirdim. Buyurun. Balıqla bağlı bir sual gəldi. Buyurun. Quran-ı Kərimdə Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləmə müraciət edərək bir ayə var. Bir gün Həzrət Peyğəmbər xanımları ilə nəsə sözü düz gətirmir. Balla bağlı bir problem olur. Balı özünə haram edir. Balı bir daha yemərəm deyir. Quran-ı Kərimdə ayə gəlir ki, sənə Allahın halal etdiyi şey nə ixtiyarla haram buyurursan. Yerinə düşdü bu. Bəli, onu bildirmək istədim. Bir də tövbə sözü qayıdış deməkdir. Bəli. Günahdan geri qayıdış deməkdir. Mükəmməl, təşəkkür. Onu qeyd edim. İkinci suala cavab verim. Bəli, qəza orucu ilə savab orucu birləşdirib Şəvval ayında o orucu tuta bilər. Təşəkkür edirəm. Buyurun. Salam, mən Mehdi Tağzadə Babəkoğlu. Sualım belədir. İslam'a inamım azalmanın səbəbi nələr ola bilər və günah nələrdədir? Bu da çox maraqlı bir sualdır.
Çox maraqlıdır. Tağızadə Babək oğlu deyir ki, Facebookdan yazır ki, İslama inamım azalmanın səbəbi nələr ola bilər və günahı nələrdir? Bu məni çox düşündürdü bu sual. İnsandan insana çox fərq var. İnsan var, bu varlıq aləminin içərisində Rəbbin əsərlərinə baxar. Hər zərrədə, hər çiçəkdə o qüdrətin, gerçək nəqqaşın o fırçasından çıxanları görər və imanı zövqə səbəb olar. İnsan da var, sadəcə bu həyata baxar, adiləşər hər şey onun üçün. Yer adiləşər, su adiləşər, kainat adiləşər. Qaldı ki, insanın imanından vaz keçirən şeylər təbii ki, şeytanın müdaxiləsi var, nəfsin istəkləri var, bu dünyalaşma var, dünyəviləşmə var. İnsan dünyəviləşdiyi zaman, insan dünya meyl etdiyi zaman, nəfsinə pənah apardığı zaman təbii ki, imandan uzaqlaşacaq. Amma sizin həmişə söylədiyiniz bir söz var, deyir, imana silah kimi sarılmaq. O iman günəşi insanın könül sarayında bir günəş kimi parlayıbsa, təbii ki, o insan güclü insandır, qüvvətli insandır. Qarşısında cəhənnəm boyda problem olsa çözməyə çalışan bir insandır. Çünki imanlı insan Allaha bağlı bir insandır. Kainatı bir təsbih dənəsi kimi idarə edən böyük qüdrətə iman gətirmiş bir insan təbii ki, sağlam bir insandır. Amma adi hadisələrin qarşısında boyun bükən, ümidini kəsən, qorxaq, ürkək bir insan təbii ki, cəsarətsiz bir insandır. Allah Teala yer üzünə xəlifə olaraq yaradır insanı və insanın içərisində də bir iman günəşi. Ona görə imanımızı gücləndirək Allahın tanıması, o mərifətullah. Rəbbimizi nə qədər çox tanısaq, özümüzü nə qədər çox tanısaq, təbii ki, imanımız da artacaq. Təşəkkür edirəm, mükəmməl bir cavabda. Ən azı Quran-ı Kərimi açacaq. Quran-ı Kərimdəki Allahın hökmlərinə nəzər salacaq. O hökmlərə ki, o hökmlər onun könlünə hakim olacaq və ilahi təslimiyyətlə sizin dediyiniz kimi bir ifadəniz var, göy qübbəsindən. Göy qübbəsindən gələn o rizanı da haqq edən qullardan birinə çevriləcək. İzləyicimizin biri yazır, salam, mən dəstəmazda başıma məs çəkdikdən sonra əlimdə az su qalır. Ayağıma məs çəkərkən quru olur ayağım. Mən nə edə bilərəm? Zəhmət olmasa mənə cavab verin. Öncədən təşəkkür. Yəni, başına məs çəkir, əli quruyursa, bəzi rəvayətlərə görə üzü sulu qalır, üzünə də yenidən əlini çəkib, sonra ayağına məs çəkə bilər. O sululuq, nəmlik kifayət edir. Mən suallar 10 millələdir. Birini də oxuyacağam. Sonra Sahib müəllimdən az bir canlı ifa istəyəcəm, əgər mümkündürsə. Çox şad olarıq. İftara doğru. İzləyicimiz yazır. Mən dostumdan borc pul almışdım. Ancaq biraz gec qaytardım. Tam qaytardım. Halallıq vermədi, bu nə dərəcədə düzgündür? Yəqin incidib gec qaytarıb ona görə. Amma qaytarıb işin əslində, ağa məmin. Buyurun. Əslində, insanların borcla bağlı Quran-ı Kərimdə ən uzun surəni görürük. Yəni, borcla bağlı Allah Teala, borc bayaq müəllim də söylədi ki, qul haqqı, şəhid belə, Allah Teala deyir ki, şəhidə belə deyir ki, qul haqqı ilə gəlmə. Yəni, o qüdsü varlıqlara belə. Ancaq adam ödəyibsə, sonuna qədər incitmiş olsa da, filan olsa da, son anda biz Muhammed ümmətiyik. Bir-birimizi əslində bağışladığımız zaman savab qazanırıq, əcir qazanırıq, könül qazanırıq. Minnətdaram. Ustad, necə gedir? Məncə ruhi məqamın dirçəliş prosesi baş verir. Feyziyab oluram bizim əzlərimizin söhbətlərindən. İndi nə əlimdən gələcəksə eləyəcəm, əgər qüsurlarım olarsa, bir balaca boğazda qurumaq bu anda, bu vəziyyətdə oxumaq biraz. Bağışlayın, çətinə saldımsa. Estağfurullah, xoşdur. Allah razı olsun, şərəfdir bizə. Allah razı olsun. Məni bu halə salan xubirular axandır. Məni bu halə salan xubirular axandır. Nə huridir, nə mələkdir, vələk ki insandır. Üzündür qiblə-i aləm, qaşındırma hissiyə. Sənin alləl ləbin xaba abu reyhandır. Nə edim, nə çarə qulum ilahi, necə dəvam eləyim. Nə edim, nə çarə qulum
Gece olanda ürəkdə bir özgə tufandır adım. Vəli isə vəla ki təxəllüsün sabir. Adım vəli isə vəla ki təxəllüsün sabir. Fərağa səbr elə, fərağa səbr elə. Allahu Kerim Rəhmandır ay aman, aman aydadı be dadı. Çox təşəkkür edirəm əziz qardaşım. Sağ olun, Allah razı olsun. Bu ifanın hətta musiqi ilə oxuduqda belə İslamın ruhuna nə ziddiyyəti var, nə ziddi var. Rəbbə doğru qulun yönəlməsinə insanı səsləyən bu ifanın nəyi pisdir? Söyləyə bilərikmi? Allah razı olsun. Cümləmizdən Allah inşallah. kömək olsun. Allah razı olsun. Var olasınız. Buyurun xanım redaktor. Növbəti sual. Axşamınız xeyir. Nətərsiz? Yaxşısınız. Biz istəyirik ki, öyrənək görək bu Quranı neçə nəfərə bağışlamaq olar. Mən Ordubaddan zəng olmuşam. Allah razı olsun. Allah köməyiniz olsun. Buyurun, insanları daha çox düşündürən suallardan bax, bəlkə də birincisidir. Quranı neçə nəfər? Deyirsən, çox yorğunsunuz. Yox, yorğun deyiləm. Sadəcə isim verirsiniz həmişə cavab vermək. Bəli, buyurun. Yox, ağa müəllim, buyurun, siz cavab verin. Təbii ki, Quran-ı Kərim... Çoxu suallar gəlir, mən onları məcburam təqib edəm. Bir mənəviyyət kitabı, vəhiy kitabıdır. Bəli. Bu vəhini nə qədər çox insana çatdıra bilsək, o qədər səbəbi var. Quranın əslində mənəviyyatın maddiyyatdan fərqi odur ki, maddi qidaları siz 5 nəfər, 3 nəfərə paylayarsınız, qutarar. Amma siz bir Fatihəni nə qədər çox oxusanız, nə qədər çox oxuyursunuzsa da, hər dəfə gözəl oxumağa çalışırsınız, amma heç tükənmir və insanın gözündən düşmür. İnsan hər dəfə istəyir onu daha gözəl oxumağa çalışsın. Allah razı olsun. Salam əziz seyidimiz. Öncə sizin qonaqlarınızı, üçünüzü də salamlayıram. Mövzunuz halallıqdır. Amma mənim də bir izləyici kimi sizə bir əziyyət çəkib canlı yayımda Allahın kəlamlarından öyrədirsiniz deyə bir izləyici olaraq halallıq istəyirəm. Yəni bizdən halallıq istəyir. Facebookdan yazıb, mən də əgər haqqımız varsa halal olsun. Çünki Azərbaycan dövləti bizlər üçün bu münbit şəraiti yaradıb. Bizlər üçün bu iftixardır, qürurdur. Və digər tərəfdən bax sizlər kimi 10 minlərin bizə təşəkkür etməsi və sizin kimi dəyərli izləyicilərimizin halallıq istəməsi isə bir bəxtiyarlıqdır. Çox təşəkkür edirəm. Haqqımız varsa halal olsun. Budur Azərbaycan xalqı. Halallıq anlayışında nəsibini alan insanlarımız. Dürüstlük, düzgünlük bax belə formalaşır. Buyurun xanım redaktor. Namazınızı qəbul eləsin. Mən sizə qısa bir sual verəcəyəm. Bu qəza namazı deyəndə onu mən eşitmişəm ki, qəza namazı qılıram demək olmaz. Onu nətər demək olar? Bir dənə onu mənə izah edin, xahiş edirəm. Təşəkkür edirəm. Faiq mənim sualı eşitdiniz. Namazın vaxtı keçəndən sonra o istərseniz qəzaya qalır. Biz onu niyyətdə desək də, deməsək də Allah dərgahında qəza namaz olaraq qəbul olunur. Təbii ki, namazın ən gözəl olanı vaxtında qılınan namazdır. Buna diqqət eləmək lazımdır. Amma qəza namazını qılan hər kim olursa olsun, xanım da eyni şəkildə qəza niyyətini desə də və ya onu unutsa da o namaz qəza niyyəti ilə qılınmış olunacaq. Dilə gətirə də bilər, gətirməyə də bilər. Ağama fikriniz varmı? Əslində suala tam cavab verdi. Bir əda var, bir də qəzası var. Ədası zamanında qılınandır. Əgər vaxtında qıla bilməyibsə, qəza boynundadır və təbii ki, niyyət eləyəndə qəza namazı niyyətində eləməlidir. Hətta dilə gətirməsə belə Allah bütün gizlinləri bilir onsuz. Kimsə də deyibsə ki, belə bir şey yoxdur və bu cür dua və yaxud bu niyyət edilməz, o yanlışdır. Təşəkkür edirəm. Salam, axşamınız xeyir. Sualım budur. Məsciddə ehsan vermək nə dərəcədə düzdür? Məscid ibadət yeridir. İnsanlar isə oraya yemək üçün getməyi nə dərəcədə? İnsanların oraya yemək üçün getməyi isə nə dərəcədə düzgündür? Əslində çox düşündürücü bir sualdır. Anlaşılandır, məsciddə
ehsanın verilməsi, bu normaldır, təcrübədə var, 100 illərdir. Amma biz bəzən məscidin elm və irfan mərkəzlərindən daha çox təəssüflər olsun ki, kütləvi şəkildə yemək yerinə çevrildiyini də görürük. Olsun, amma onunla bərabər birinci ilk növbədə Allah evlərinin elm, irfan, itaət və ibadət dolu insanların sevərək gəldiyi yerə çevrilməsi məncə İslamın prinsiplərinə də uyğundur. Bu sual məni çox düşündürdü, ona görə canlı efirdə bunu oxudum. Sizin münasibətiniz, İslam nə deyir, din nə deyir? Sizin bir sözünüz var, kitab nə deyir? Göy qübbəsindən gələn səslər. Sağ olun, dəyərli seyircimiz. Əslində, bir çox qavramlarımız var ki, onların gerçəkdən haqqı verilmir. Bəlkə də o kəlmələrlə bir halallaşmalıyıq. Dop dolu kəlmələrimiz var. Məna dolu, mənəviyyat aləmindən süzülüb gələn, bərraq, saf kəlmələrimiz var. Siz o kəlmələrin için açanda içindən bir dünya çıxır. Ehsan sözü sadəcə yemək demək deyil. Ehsan sözünü ifadə edən Nəbilər Sultanı Aleyhisselatü Vesselam Allahın səni görərcəsinə ibadət etməyini, yəni 24 saat müddət ərzində Rəbbə əskər olacaqsan. Haramlarından uzaq, halallarına gerçəkdən bir fədai ruhu ilə həyatının sonuna qədər Rəbbin əmrlərini yerinə yetirməyə çalışacaqsan. Budur ehsan. Amma biz bu qədər dərin bir ibadəti biraz açığı öz qəlbindən çıxarıb başqa bir rama əyləşdirmişik və nə edirik? Deyirik ki, yemək ancaq. Amma qaldı ki, iftar isə başqa bir anlamdır. Ramazan ayında olmazsa olmaz gözəlliklərdən biri də iftar verməkdir. Ramazan ayında namaza gəlmiş və namazını əda eləmiş bir insanın oruç vaxtıdır. O yerdə təbii ki, onun iftara bir ehtiyacı var. Deyil mi? Bu anlaşılandır. Və təbii ki, iftardan söhbət gedirsə, bizim o xurma ilə, su ilə artıq iftarımızı açmamıza buna deyirlər iftar açma. Bundan sonra ziyafətimiz bizim başlayır. Ana yeməklər, o yemək, bu yemək, bu işin başqa tərəfidir. Amma siz doğru buyurdunuz ki, bəli, məscid səcdə olunan yer deməkdir. Peyğəmbərimizin dövründə əshab-ı süffə olub. Fəqir insanlar o yerdə həm elm alıblar, həm irfan alıblar, həm eyni zamanda qarınlarını da doyurublar, ehtiyaclı insanlar. Və bizim məscidlərimizin bir məbəd kimi məbədləşməsinə, bir məktəb kimi formalaşmasına, eyni zamanda öz funksiyasını yerinə yetirməsinə, ətrafına işıq salmasına, bir də yoxsul insanların əlindən tutmasına ehtiyacı var. Təşəkkür edirəm, minnətdarım. Layiqli bir cavabdır. Sponsora keçid edək, buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah Taala sponsorlarımızın, xalqımızın, dövlətimizin, bu an bizi izləyən hər bir kəsin ruhsini xeyirlisi ilə çoxaltsın. Bəli, əziz qardaşlarım, nurlu qardaşlarım, çoxlu suallarımız var. Arzu olaraq oxumaq istəyirəm. Salam, Allah oruçlarınızı qəbul eləsin. Biriləri səni qəbul etmirsə, insan o şəxslərə qarşı necə olmalıdır? Facebookdan yazırlar. Necə olmalıdır? Şəxsən siz necə olarsınız, Faiq? İlahi alim olaraq. Kimin qəbul edib etməməsinə bağlı bir şeydir bu.
əgər Allah dostu, Allaha yaxın olan bir insan bizi qəbul etmirsə, dönüb bir özümüzə baxmalıyıq, özümüzü dəyişdirməliyik, yanlışlarımızı gözdən keçirməliyik. Əgər Allahı sevməyən, Allaha qarşı çıxan və yaxud da dinə ikrah hissi ilə yanaşan insanlardırsa, çünki bu bəzi Firudin deyilən bir dinin budaqları deyilən üsul yerdə təvəlla, təbərra deyə bir hökm var. Təvəlla Allah dostları ilə dost olmaq, təbərra Allah düşmənlərinə düşmən olmaq deyə. Əgər Allahı sevməyən, dinə qarşı çıxan insanlarsa, onların bizi qəbul etməməsi normaldır. Çünki eyni fikirdə deyilik. Qəbul etməməsi daha yaxşı olar əslində, o sevindiricidir. Yəni, insanların əxlaqına, ədəbinə, davranışına baxmaq lazımdır, kimliyinə baxmaq lazımdır. Ona uyğun qərar vermək lazımdır. Sahib müəllim, təşəkkür edirəm. Buyurun. Mən dinimə, dövlətimə, vəhdətə, bilik və bərabərliyə xidmət göstərirəm. Təbii ki, məni bu düşüncəmə görə, ideoloji apardığım bu işə görə məni qəbul etməyən insanlar var. Çünki dinin, dövlətin, vəhdətin düşmənləridir. Onlar məni qəbul edərsə, mən çox üzülərəm. Mən yanlış yolda olduğumu düşünərəm. Siz necə fikirləşirsiniz? Sizi qəbul etməyənlərə münasibətiniz necədir? Həzrəti Mövlana buyurur ki, sevimli Allah razı sevgimiz, olsun. bizi bilən bilir, bilməyən kəndi kimi, özü kimi bilir. Əhsən. Sizləri, ali insanları sevməyən insanlar təbii ki, cahil insanlardır və çox hörmətli ustadımız, müəllimimiz söylədi, çox doğru buyurdu. Yəni ki, imansız insanlar, cahil insanlar bizi sevməsə daha yaxşı olar. Yəni, ədəb ərkanı, əxlaqı olmayan insanlar. Hər kəs özü kimi. Təşəkkür edirəm. Ağa, mən var mı əlavəniz? Əslində bu mövzu çox geniş bir şaxələri var. Kitabda söylənilir ki, innəl insana li rabbihi ləkanud. İnsan Rəbbinə qarşı nankordur. Düşünün ki, Allah insanı yaradıb, ağıl verib, şuur verib, varlıq verib, nemətlər verib. O insan qayıdıb Allah'a inkar edir. Və bir düşünün, bir insan düşün ki, varlıq nur Həzrəti Muhammed Mustafa Aleyhisselatü Vesselam'ın gətirdiklərini təkzib edir. Və ondan sonra artıq bu cür insanların, adi insanları qəbul etməməsi və etməsi bir problem yaratmamalıdır. Müəllim söylədi, bəli, insan bir özünə baxmalıdır, bir qəlbinə baxmalıdır, nəyi doğru edirəm, nəyi doğru etmirəm. Amma bir şeyin fərqinə varmaq lazımdır. Əgər mən doğru yoldayamsa, Allahıma inanıb onun dəvətlərini yerinə yetirirəmsə, qoy dünyanın bütün insanı məndən razı olacaq, olmayacaq, qəbul edəcək, etməyəcək nə mənası var ki? Önəmli olan Rəbbin rizasını qazanır. Tamamilə doğru. İlahi rizanın haqqı. Bəli, Allah bəli, məni qəbul edir, təqdir edirmi, yoxsa yox? Önəmli olan budur. Təşəkkür edirəm. Muxtar, buyurun. Muxtar Xəlilov yazır. Salam, atamın sağlığında etdiyi qurban qəbul olub. İndi onu kim kəsməlidir? Maraqlı suallardır. Bəzən ailədə belə övladlar olur ki, deyir, yox, sən kəsməlisən, mən kəsməliyəm. Kim kəsməlidir? Bəzən o ağsaqqal abica niyyət edir və haqqa qovuşur. Yəqin ki, belə olur. Yəni, deyir, atam vəfat edib, ancaq qurban qəbul olub. İndi, ağa, mən bunu kim kəsməlidir? Allah qəbul eləsin bütün qurbanlarımızı. Əgər bu... Kim kəssin? Bəlkə ən imkanlı övladı kimsə o kəssin. Nəzir qurbanı ilə bağlı söhbət gedirsə, burada bir elementi də diqqət etmək lazımdır. Kəsə biləcək kim varsa evdə kəssin. Amma çalışın ki, nəzir qurbanın ətindən siz özünüz yeməyin. Çünki nəzirəm siz, bu bir sədəqə hökmündədir. Çalışın onu qoyun fəqirlər, yoxsullar, imkansız insanlar yesin. Digər görüşdə necədir? Əslində, hər şey görüşdə bu şəkildədir. Deməli, nəzir qurbanını deyən adam vəfat eləyirsə, onun ailəsinə buraxdığı mirasdan bütün borcları ödənirsə və ya miras paylaşılırsa, ən sonda geridə qalan malı ilə və ya var dövləti ilə oradan böyük oğul və ya ailədən kimsə bilinən bir adam qurban kəsməlidir. O qurban yerinə yetirilibsə mütləq kəsilməlidir və paylanmalıdır. Mükəmməl bir cavabdır. Çoxlu sayda İnamın WhatsApp nömrəsinə səsli mesajlar gəlir. Hətta əvvəlcə minlərlə idi, amma daha çoxdur. Dərhal onlardan qəbul etməliyəm. Buyurun. Axşamınız xeyir. Allah tutduğunuz orucları, namazı qəbul eləsin.
Mən özümdə oruç tutub namaz qılıram. Mənim bir sualımı xahiş edirəm səsləndirəsiniz. Sualıma cavab verəsiniz. Mənim belə bir deyirlər ki, güya hər uşaq anadan olanda ona qurban kəsirlər. Mən uşağa qurban deməmişəm. Amma deyirlər güya ki, hər uşaq anadan olanda hər uşağa qurban demək lazımdır. Bu düzgündür yoxsa yox? Mən bu sualı xahiş edirəm səsləndirəsiniz. Təşəkkür edirəm. Allah Teala bütün övladlarımızı atalı, analı yaşatsın. Allah Teala övladı olmayanlara bu mübarək aya xatir bir nütvə sudan övlad ehsan etsin. Ağa müəllim, buyurun. Sevgili Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ın dövründəki bir uca bir mədəniyyət idi. Dünyaya gələn uşağın qulağına əzan oxunar, o bir qulağına iqamə oxunar. Həyatın iqamə və əzan qədər kiçik olduğunu onun beyninin qırışlarına ilk olaraq çatdırırlar. 2 həftəsi gəlib çatanda onun üzü qibliyə çevirilər, adı söylənilər, ad qoyma mərasimi bu şəkildə tamamlanar və saçının miqdarında sədəqə verirlər. Oğlan uşağıdırsa haqqında 2, qız uşağı isə 1 qurban kəsilər, o da onun həyat sığortası olar. Belə bir insanın imkanı varsa, kəsə bilibsə kəssin, kəsə bilməyibsə bugün əgər imkanı varsa onu kəssin. Yəni bu bir fərz deyil, Peyğəmbərimizdən qalan bir sünnət. Bəyəniləndir deyə bilər. Gözəl bir əməldir. Gözəl əməldir və hökm deyildir. Xeyr. Minnətdarım. Buyurun xanım redaktor. Salam aleykum, hörmətli Seyid. Sizi və verilişinizin qonaqlarını salamlayıram. Sizə uzun ömür, can sağlığı, xuruzi bərəkətli həyat arzu edirəm. Seyid, sualım bundan ibarət olacaqdır ki, bildiyinizə görə bəs insanın taleyi o doğulandan bəri, anadan gələndən bəri alnına yazılır. Və əgər onun taleyi və qədəri qabaqcadan yazılıbsa, onun etdiyi əməllər niyə görə sorğu-suala tutulur? Bu birinci sualımdır. Və insan neyə bilər ki, onun qədəri dəyişə bilər? Sualım bundan ibarət idi, bəli. Cavablandırsaz çox yaxşı olar. Ömrünüz, gününüz yaxşı olsun. Ağa müəllim, cavablandırsanız deyir, yaxşı olar izləyicimiz. Əziz Seyyidimiz öyle bir sual verdi ki, Həzrət Əleyhisselamın qədərlə bağlı deyir, bir dəriyə bənzəyir. Gedəcəksən, batacaqsan. Qısa bir notla söyləyək. Yəni, yaradan insanın alnına... Üzr istəyirəm, Həzrət Əli nə söyləyir? Deyir ki, qədər bir dəriya kimidir, gedərsən, batarsan. Əslində, qədəri, qəzanı anlamaq üçün Quranın ümumiyyətlə nüzulunu, necə mühtəvasını gözəl bilməyə ehtiyac var. Qədər cizgisində. Qısa bir cümlə ilə söyləyək ki, yaradan insanın alnına yazmayıb ki, bu insan cəhənnəmlikdir. Yəni, bəzən insanlar elə hesab edirlər ki, Allah insanın alnına yazıb ki, bu cəhənnəmlikdir. Rəbbimizin əzəli elmində bir insanın cənnətli və cəhənnəmlik olduğunu bilir. Yəni, bu bilgini bilməyi bir insanı robot halına gətirməz. İnsan hür və azad bir varlıqdır. İnsan günəş deyil, insan yer deyil, insan ulduz da deyil və ağac da deyil. İnsanı Allah Teala bu kainat sarayında ona iradə verib, azad, hür düşüncə verib. Və insan elədiyi, hər atdığı addımdan, dediyi sözdən məsuldur. Və bilməlidir ki, bəli, mənə Allah itayəti öyrədib. Kim itayət edəcəksə, kim təqvalı olacaqsa, o insan Quran-ı Kərimin bir ayəsində də söyləndiyi kimi deyir ki, özünü dəyişmək, biz özümüzü ümumiyyətlə dəyişməyə çalışmayaq. Biz özümüz olmağa çalışaq. Bu qərbdən keçmiş bir ənənədir. Bizim də bəzən ədiblərimizin, yazarlarımızın dilində çox, görürsən, çox belə əməlli başlı intişar olub, yayılıb. Mütləq deyir səni dəyişmə. Sən məni niyə dəyişməyə çalışırsan? Allahın kuf və yakun, o kun və yakun dəzgahından çıxmış bir insan, Əl-Əhəd isminin bir təcəllisi olan bir varlığı sən niyə müdaxilə edib dəyişməyə çalışırsan? İnsan özü olmağa çalışmalıdır, əxlaqlı olmağa çalışmalıdır, ədəbli olmağa çalışmalıdır, Allahın qulu olmağa çalışmalıdır. Və beləcə biz qədərimizi dəyişməyəcəyik. Əslində qədər cizgisində Rəbbə qul olacağıq. Təşəkkür edirəm. Fakir var mı sözün? Əslində kiçik bir əlavə eləmək istəyirəm ağamızın sözünə. Belə bir söz var, əqaid terminologiyasında işlənir. Deyir ki, qədəri qısaca izah eləmək üçün biz sabah günəşin çıxacağını bilirik. Günəşin çıxacağını bildiyimiz üçünmü günəş çıxır, yoxsa günəş çıxacağı üçünmü biz bilirik? Yəni, Allahın bizim taleyimizdən, bizim yaşayacağımız şeylərdən xəbərdar olması, bunu mütləq biz yaşayacağıq
və yaxud da Allah bildiyi üçün biz yaşayırıq mənasına gəlməz. Biz yaşayacağımız üçün Allah da hər bilikdən xəbərdar olduğu üçün, hər məlumatı bildiyi üçün bundan xəbərdardır və ona görə biraz qarışıq danışdım. Bu mənada əqaid mövzusudur, qədər mövzusu və çox 1500 illik, 1400 illik çox qarışıq bir mövzudur və hər məktəbində özünə uyğun açıqlaması var. Mən də hər iki məktəbdən nümayəndə çağırıram müraciətçiləri. Tolerantlığa məktəbdə xidmət üçün. Burada deyəsən məktəb üzvləri olmayan bir Sahib müəllim də bir də mənəm. Buyurun cavablandırın. Sahib müəllimdə öz məktəbi var. Bəli. Başqa bir məktəbi var. Bəli. Deməli, bəziləri insanın külli iradəsi olduğunu qeyd edir. Hər şeyi insan özü eləyir. Heç bir şəkildə Allah müdaxilə eləmir deyirlər. Bəziləri Allah müdaxilə eləyir, amma qismən müdaxilə edir deyirlər. Digər bir məktəbdə hər şeyi Allah eləyir deyə düşünürlər. Lakin bizim düşüncəmiz daha çox bunları toplayıb özlüyümüzdə fikirləşəndə və ya təhlil eləyəndə bu nəticəyə gəlmək olur. Allah bəzi cizgilər qoyur. Biz bu cizgilərin içərisindəyik, amma o cizgilərin içərisində bizə yol da göstərir. Nə kimi cizgilər qoyur? Allah məsələn atamızı, anamızı seçməyi bizə həvalə etməz. Bu bizim qədərimizdir, atamız, anamız. Harda dünyaya gəlməyimiz bizim qədərimizdir. Amma o dünyaya gəldiyimiz yerdə, o ata-ana ilə birlikdə biz Allahın yolunu nə qədər gedə bilirik, burada bizə iradə verir artıq. Xanımlarımızı özümüz mü seçirik? Xanımlarımız da təqdiri ilahi deyə. Təşəkkür edirəm, minnətdaram. Salam, tutduğunuz oruçlarınızı Allah qəbul etsin. Bir sual verəcəm sizə. Mən 14 ildir namazı saxlamışam. İndi yenidən namaza başlamaq istəyirəm. Mən o keçdiyi illərin qəza namazını qılmalıyam. Çox xahiş edirəm, cavablandırasınız. Təşəkkür edirəm. Facebookdan yazır izləyicimiz. 14 ildir namazını saxlayıb, yenidən fürsət ayında, Ramazanda dəyərləndirə bilib. Demək ki, Rəbbim izin verib. Qəzalarını qılacaqmı? İbadət Allahın haqqıdır. Rəbbimiz öz haqqını istəyir. Kitabda da söylüyor ki, mən sizi yaratmağımın tək yeganə səbəbi mənə ibadət və itaat etmənizdir. Allah Teala elə bir şövq, elə bir zövq versin ki o insanımıza. Amin. Gerçəkdən namazın meyrac hədiyyəsi olduğunun fərqinə varsın. Və inanırıq ki, bu hədiyyəni aldıqdan sonra 14 ilin qəzasını da çox gözəl şəkildə ədə edəcək. Qılacaq, eləmi? Yenidən iman əhli olsun inşallah. İnşallah. Yəni bir daha saxlamasa da Sahib müəllim elə deyir. Digər görüşdə necədir? Qılması vacibdirmi, hökmdürmü? Biz əslində suallara cavab verərkən biraz daha əhatəli cavab veririk. Başqa bir yönlərdə digərlərin haqqına girirsiniz. Yəni orada 10 minlərlə sual var. Digər yönləri də izah eləməyə çalışırıq. Deməli, Seyidim, burada məsələ nədir? Namaz o qədər mühüm bir məsələdir ki, Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm döyüşdə belə namaz qıldırıb, döyüşün ən qızğın çağında insan xəstə olanda belə namaz qılmalıdır və namaz günahların tökülməsi üçün bir vəsilədir, vasitədir. Bir gün Rasulullah sallallahu əleyhi və səlləm yolda gedərkən payız vaxtı görür ki, bir ağacın yarpaqları saralıb, bir budağından sallayır, yarpaqlar tökülür, deyir, namaz qılan mömin bəndənin günahları bu yarpaqlar kimi tökülür, deyir. Yəni, namaz insanı Allaha çatdıran, Allaha yönləndirən bir vasitədir. O qəza namazlarını qılaraq eyni şəkildə o mömin qardaşımız Allaha 2 qat yaxınlaşmış olur. Və bir daha namazı buraxmama kimi, namaza daha bərk sarılma kimi bir düşüncənin içərisinə girə bilər. Bu da onu Allaha daha çox yaxınlaşdırar. Yox, bunu anladım. Allah razı olsun. Qəza namazların qılmalıdır. Bəli, vacibdir. Əlindən gəldiyincə, gücü yetdikcə qılması daha gözəl olur. Əziz qardaşım, Sahib müəllim, demək ki, biz inam işığında artıq uzun illərdir ki, maarifləndirmə işini təşkil həyata keçiririk. Allah sizdən razı olsun. Ramazanda çox sağ olun. Üzr istəyirəm, azan vaxtıdır Bakı vaxtı ilə. Abdullah Umudov, əziz izləyicilərimiz, Bakı vaxtı ilə azan vaxtıdır. Bölgələr üzrə ekranda görürsünüz. Heydər Məscidinin imamı, Quran qarisi, Qarabağ qazisi Abdullah Umudov. Buyurun.
Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. حي على الفلاح. الله أكبر، الله أكبر. لا إله إلا الله. Allah razı olsun əziz qardaşım. Təşəkkür edirəm. Allah səsinə, Allah razı nəfəsinə, olsun. elminə Maşallah. güc versin. Maşallah. Əziz izləyicilərimiz, vəfalı inamsevərlər, Bakı vaxtı ilə iftar zamanıdır. İftar duasını dəyərli, əziz, hörmətli Ağa müəllimdən oxumasını təvəqqə edirəm. Ağa müəllim, buyurun. Amin. Allahümme leke sumna ve ala rızkika eftarna ve aleyke tevekkelna ve bike amennâ ya vasiyel mağfira ihbir lana zunubena ma taqaddemet min eydina. Ya Rab, senin rızan için oruç tuttuk. Sana tevekkül ettik. Sana iman ettik. Ya Rabbi, tuttuğumuz orucu kabul ile, bizleri affeyle. Allah'ım bu aziz milletimize halalından o kadar nasip ile harama hiç meyil etmesin. Allah bu orucu bizden kabul etsin. Amin. Allah razı olsun. Allah Teala hər birimizin oruç və namazlarımızı qəbul etsin. Çox sağ olun. Bakı vaxtı ilə və digər dəqiqələrdə bizimlə Ben de var desem. oruç açan bütün izləyicilərimizin Allah kabul etsin. orucu qəbul olsun. Kəsdir ki, xoşbəxt kəsdir ki, savab qazansın.
və vəfalı inamsevərlər, Bakı vaxtı ilə bizimlə iftar açanlar, bizdən sonra iftar açacaq bütün dəyərli izləyicilərimiz, Allah Taala hər birimizin oruç və namazlarımızı qəbul etsin. Gün çıxandan gün batana kimi ac, susuz qalaraq, bütün nəfsani istəklərinə yox deyərək, itaət və ibadətlə, ixlasla, təqva dolu könül sahibliyi ilə Rəbbinə doğru yönələn bütün soydaşlarımızın ibadətləri Allah dərgahında qəbul olsun. Allah Taala etdiklərimizi, paylaşımları, yardımlaşmaları hər bir kəsin ailəcə savabına yazsın. Amin. Allah Taala sədəqələrimizi qəbul etsin. Amin. Allah Taala bizləri bayrama qovuştursun. Amin. Allah Taala tutulan oruçlar hörmətinə, edilən dualar hörmətinə, Məhəmməd-i Mustafa eşqinə, bu ayda nazil olan Qur'an eşqinə, xalqımızın, dövlətimizin birlik və bərabərliyini, vəhdətini əbədi qərar versin. Amin. Allah Taala bu ayda oruç tutmayan, namaz qılmayan, ancaq Quran-ı Kərimin nazil olduğu Ramazana ehtiram göstərən, rəğbət bəsləyən, onun ədəbinə uyğun davranmağa cəhd edən, paylaşan, yardımlaşan, ilahi ziyafət adlandırdığımız iftar süfrələri təşkil edən, ora ehtiyac sahiblərini dəvət edən bütün soydaşlarımızın da etdiklərini öz dərgahında qəbul edib, özlərinin, övladlarının, sevdiklərinin savabına yazsın. Amin. Allah Taala iftar çağında canımız can Azərbaycanda, dünyəvi ölkə olan sevgili vətənimizdə bizə bu şəraiti yaradan, mənəvi dəyərlərin, mədəni irsimizin ən böyük təminatçısı olan Azərbaycan dövlətini, Azərbaycan dövlət başçısı, Qarabağın xilaskarı İlham Əliyev cənablarını, eləcə də Azərbaycan ordusunu özü mühafizə edərək hər bir an öz əmanətində saxlasın. Amin. Qoy dualarımızı ərşə uzalsın, ərşdə xeyirlisi ilə Rəbbimiz ol desin. Bəli, əziz qardaşlarımız, dəyərli izləyicilərimiz, iftara doğru bizimlə bərabər olub, iftar açan, indi isə ilahi ziyafətdə əyləşən, söhbətlərində bizi zikr edən, bizi unutmayan, çünki mən baxıram, dəyərli qardaşlarım, Sahib müəllim, yüzlərlə insanlar, minlərlə insanlar ilahi ziyafətdən şəkillər çəkərək, fotolar göndərirlər İnamın işığında ki, bax biz ilahi ziyafəti sizlərlə başladıq. İmsakı İnamın işığında izləyərək bizimlə bağlayırlar. Mən də onlara yenə də borçlu qalmaq istəmirəm. Sizin burada olmanızdan istifadə edərək, sizin gözəl ifanızla onların mənəvi ruhunun təminatının ödənilməsinə mübarək səbəbkara çevrilməyiniz. Əziz Seyyidimiz, dəvət üçün çox təşəkkür edirəm. Hər kəsin oruçları, namazları qəbul olsun inşallah. Madam ki, müqəddəs Ramazan ayında Qarabağımızdan, Cənab Ali Başkomandan, Müzəffər ordumuzdan söz düşmüşkən, çox şükürlər olsun. Yaradana, qovuşdurana çox şükür ki, bugün azanımız Azərbaycanımız qaşı Qarabağımızda, Şuşamızda, Xankəndimizdə səslənir və bizim müqəddəs üçrəngli bayrağımız orada dalğalanır. Mən də özümə birinci Qarabağ qazisi olaraq borc bilmişəm və bayrağımız qayıtdı. Çox şükürlər olsun ki, bu tarixi bizə yaşadan Cənab Ali Başkomandanımız başda olmaqla Müzəffər ordumuza, necə ki siz buyurdunuz, həmişə cənnət məkan olacaq şəhidlərimizə, qazilərimizə, döyüşən oğullarımıza, qardaşlarımıza bir minnətdarlıq borcumuz var. Qovuşdurana çox şükür. Artıq bu kimi biz bayramlarımızı, bu kimi Ramazanımızı, Novruz bayramımızı Azərbaycanın üzük qaşı Qarabağımızda qeyd edirik. Çox şükürlər olsun. Artıq ilahi ziyafətlər Xanın kəndində, bəli, Xanın kəndində, Şuşamızda, bəli. Kəlbəzərdə və digər bölgələrimizdə qeyd olunur. Azanlarımız səslənir. Əlhamdülillah. Elə isə dayanmayaq. Ya Allah, Bismillah. Buyurun.
bayrağımız qayıtdı ay haray qadan aldı. Çox təşəkkür edirəm əziz Nurlu qardaşım. Əlbəttə Allaha sonsuz şükürlər olsun. Elhamdülillah. Şəhidlərimizin qanı, qazilərimizin canı, Müzəffər Ali Başkomandanımız, Qarabağın Fatihi, İlham Əliyev cənablarının qətiyyəti, iradəsi, bir də Müzəffər Ali Başkomandanlığı ilə Qarabağ qayıtdı, Qarabağa qayıtdıq. Çox yerinə düşdü, var olasınız. Bax, mənəvi ruha, milli vətənpərvərlik ruhuna köklənən musiqi, ifa belə olur. Allah sizdən razı olsun. Misir aşıq havasıdır. Sözləri Alim Aslanoğlu'nundur. Allah razı olsun. Çox şükürlər ki, müqəddəs bayrağımız qayıtdı Qarabağımıza. Çox şükürlər. Allah razı olsun. Suallarımız çoxdur. Dərhal qəbul edəkmi? Səsli mesajlardan buyurun. Xanım redaktor. Salam, hamınızın axşamı xeyirli, uğurlu olsun. Tutduğunuz oruçlar, etdiyiniz duaları Allah qəbul eləsin. Amin deyək. Sizdən bir xahişim var. Səhər axşam bizim üçün çox əziyyət çəkirsiniz. Bizi dualarla dəyərləndirirsiniz, qidalandırırsınız. Dini kəlamlarla çox anlayışımızı artırırsınız. Sizdən xahişim budur ki, əziyyətinizin halallığını verəsiniz bizə. Təşəkkür edirəm diqqətiniz üçün. İnşallah ki, Allah bayrama qovuştursun bizləri. Amin. Amin inşallah. Allah bayrama qovuştursun. Xanım redaktor söylüyor ki, artıq minlərlə canlı efirə başlayandan mövzumuza uyğun olaraq təşəkkürlər, halallıqlar gəlir. Bir neçəsini də ümumiləşdirərək canlı efirə daşıyır ki, hər birinə mən də öz təşəkkürümü bildirim. Nə haqqımız varsa halal olsun. Bizə bu şəraiti yaradan Azərbaycan dövləti, Azərbaycan dövlət başçısı, Qarabağın xilaskarı, Müzəffər Ali Başkomandanımız İlham Əliyev cənablarıdır. Çünki bu dəyərlərin dünyəvi ölkə olan Azərbaycanda təminatçısı Azərbaycan dövləti, dövlət başçısı olmasaydı, sizi inandırım ki, Seyid Camal bir dəqiqə belə inamın işığında burada, bax bu nurlu insanlarla, mənəviyyat adamları ilə, ilahiyyatçilərlə, mədəniyyət adamları ilə sizlərə xitab edə bilməzdi. Ona görə mən bütün bu duaları, bütün bu təşəkkürləri ilk öncə Qarabağın xilaskarının ünvanına göndərirəm. Niyə? Çünki halallıqdan gedir. Əsil bu şəraiti bizə yaradan Azərbaycan dövləti və dövlət başçısıdır. Mən isə halallıq verirəm komandamız adına və burada iştirak edən qonaqlarımız adına, imsakdan iftara qədər məni burada tək qoymayan Cabir qardaşım, rejissorumuz, Əmrah adına, xanım redaktor adına və digər fədakar heyətimiz adına deyirəm, ana südü kimi halalınız olsun. Bir yerdə ki, imanın nuru yayılır, bir yerdə ki, vəhdətin işığı sevgili vətənimizə yayılır. Məncə bu bir bəxtiyarlıqdır. Burada elə halallıq deməkdir. Bu da elə halallıq deməkdir. Var olasınız. Buyurun xanım redaktor. Axşamınız xeyir olsun Seyidim. Sizin bu verilişinizi çox bəyənirik. Qonaqlarımızı da salamlayıram. Allah tutduğunuz orucu, qıldığınız namazı qəbul eləsin. Sahib qardaşımı təbrik edirəm. Bu yeni mahnısı ilə o vaxta qayıtdıq, Koroğlu'nun diyarına qayıtdıq elə bil. Allah razı olsun. Təşəkkür edirəm sizə Seyidim. Allah sizi var eləsin. Təşəkkür edirəm qonaqlarınız. Bir daha salamlayıram. Allah oruçlarını, namazlarını qəbul eləsin. Öpürəm sizi Seyidim. Sağ olun, var olun. Razı olsun izləyicimizdən. Sahib müəllim sizi də alqışladı. Təbii ki, elə mən Cənab Ali Başkomandanımızı Qoz Koroğlu'ya bənzədirəm ki, bu xilaskardır. Qarabağımızı bu yağı düşmanlardan xilas edən hər bir igidimiz elə Koroğlu'dur. Təşəkkür edirəm. Minnətdaram. Buyurun, növbəti sual.
Sponsora keçid edək. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan Cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah Taala bu əziz günlərdə sponsorlarımızın, xalqımızın, dövlətimizin, bizi izləyən hər bir kəsin ruzisini xeyirlisi ilə çoxaltsın. Dərhal suallardan qəbul edək. Çünki gilə edirlər izləyicilərimiz ki, bizim suallarımız niyə qalır? Buyurun. Salam, axşamınız xeyir. Hamınızı salamlayıram. Allah orucunuzu qəbul etsin. Mənim sualım belədir ki, mən namaz qılan zaman demək olar ki, fikrim qarışır. Gün ərzində olmuş, keçmiş bütün hadisələr gözüm qarşısında canlanır, fikrim qarışır. Mən necə eləyim ki, həmin o fikirlərdən uzaqlaşım, fikrimi toparlaya bilmirəm. Şeytanın şərrindən Allaha sığınacağıq. Buyurun ağa müəllim. Təbii ki, bir çox insanların namaz əsnasında şeytanın müdaxiləsinə, vəsvəsəsinə məruz qaldığını şahidi oluruq. Onlar dilə gətirirlər ki, biz namaza gəldiyimiz an dünyanın yadımıza keçmişdə olan bütün problemlər hamısı bizim beynimizə gəlir. Çox da belə ibadət edənlər. Amma gəlin bir yerdən başlayaq, bizim vaxtımız da azdır. Namaz bir təkbirətül ehram ilə başlayır. Nə deməkdir? Bu, kainatın sultanına bir qul olaraq deyir ki, Allahım, bu namaz əsnasında səndən kənar bir şeyi düşünməyi özümə haram edirəm, yasaq edirəm. Təkbirətül ehram əslində onun ifadəsidir və hər səcdiyə getdiyimizdə, hər rüküyə, hər oxuduğumuz zaman biz o Allahu Əkbər sədasını yenə də o ruh dünyamıza, ruh şəhərimizə sirayət, nüfuz etməyini istəyirik. Hopdurmalıyıq. Bəli, əgər insan gerçəkdən bütün qəlbi ilə ona inanırsa, Allahın qarşısında durduğunun fərqinə varırsa və o ilahi huzurda ondan başqa birisi ilə məşğul olmağı gerçəkdən yasaq olur. Və düşünün, siz ilahi huzurdasınız və Allahla danışırsınız, amma fikriniz başqa yerdədir. Necə danışırsınız onunla? Doğrudur. Onun əsması ilə necə rabitə qurdunuz, necə bağlandınız? Və innə salata tənhə anil fəhşəyi vəl münkəri, gerçək namaz insanı bütün çirkablıqdan, pis işlərdən, münkər işlərdən, haram işlərdən uzaqlaşdırar və bizi miraca yüksəldər. Belədir. Ona görə söyləyək ki, bu bir vəsvəsədir. İnşallah ümid edirik ki, dərin bir bilgi ilə yenidən namazlarını daha gözəl şəkildə qılar, vəsvəsədən uzaq İnşallah, olar. ilahi təslimiyyətlə bu arada təbəssüm üçün deyim, keçən il idi, İnamın işığında bir izləyicimiz səs göndərmişdi ki, mən nə qədər edirəm, namazın üzərində yenə də pul fikirləşirəm. Bəzə belə də olur. Buyurun. Axşamınız xeyir olsun. Allah tutduğunuz oruçları, elədiyiniz duaları qəbul eləsin. İnşallah bütün ibadətlərinizi Allah qəbul eləsin. Mənim bir sualım var idi. Mən həm müəlliməyəm, həm də həkiməm. Cəmiyyətdə olan bir insanım. Yəni çölə çıxarkən, cəmiyyətdə olarkən, işə gedərkən kosmetikadan, dırnaq boyasından istifadə edirəm. Elə olur ki, işdə olarkən namaz vaxtı olur və bu zaman dəstəmaz götürmək lazım olur. Bu
kosmetika ilə, belə deyək, dırnaqda olan boya ilə mən dəstəmaz götürsəm, bu dəstəmazım mənim sayılırmı? Yəni mən belə namaz qıla bilərəmmi? Öncədən təşəkkür edirəm. Təşəkkür edirəm dəyərli müəllimiyə, həkimimizə minnətdaram. İş xanımlarımızın, bacılarımızın xüsusi olaraq düşündürən və narahat edən məqamlardan biridir. Buyurun, ağa müəllim. Çətinmi sualı? Yox, əslində Bir tərəfdə deyirsiniz ki, bilirəm nə fikirləşirsiniz, səmimiyyət üçün deyim, din səmimiyyətdir. Quran bunu deyir, hədislərin işığına boylanırsınız. Digər tərəfdən də dinə yeni gələn insanların o Ramazanın o ruhuna uyğun nələrisə deməyə çalışırsınız. Əslində üzülməsin deyə bilirəm. Həm həkim dedi, elmi mehrabında duran bir insan, həm müəllim könüllərə xitab edən bir zat. Maşallah. Nə gözəl tərif oldu bu ağa müəllim. Buradan yanaşacaq fikir məsələdə. Fikir məsələdə bir elastiklik var. Dediyiniz kimi, elə insan, bəli, var. Elə insanlar var ki, bu hökm dəyişikliyi deyil. Yəni, bir insanın gücü çata bilməyəcək bir şey Allah insana yükləməz. Elədir. Ramazan ayı bir gözəllik ayıdır. Həqiqətən, dəstəmazın verdiyi feyzi, təmizliyi, o saflığı başqa hansı boya verə bilər ki? Quran-ı Kərim bir sıbğatullahdan bəhs edir, gözəl bir boyadan danışır. İç boyası, o təqva boyası. Amma qaldı ki, fiqh hökmdə neyniyək? Bu da bir fiqhin bir hökmüdür. Buyurun. Əgər örtük varsa, dəstəmaz suyu bədənə toxunmursa, bu bir əngəl yaradır. Çalışaq, dəstəmazımızı doğralaq. Təşəkkür ederim. Digər görüşdə eynidirmi? Vaxtımız çox azdır. Bəli. Əslində, kosmetika ilə dəstəmaz almaq, mən bilən, çox çətin olmalıdır. Yəni, o kosmetikanı yeniləməli olur məcburən. Bəli. Yəni, onsuz da zəruridir. Zəruridir, yəni üzünə su vurmalıdır. Amma, məsələn, dırnaq boyasına gəlincə, ağa o qədər gözəl izah elədi ki, dırnaq boyası mənim bildiyim qədərilə çox sərt olmadıqca dəstəmazı pozmaz. Elə görüşlər də var. Cəfəlikdə beləmi? Ümumiyyətlə, fərqli görüşlər də var. Ümumiyyətlə, birləşdirib deyirəm hər ikisini. Amma dırnaq boyasız dəstəmaz olsa daha yaxşı olar. Çox təşəkkür edirəm. Bir dəqiqəmiz var. Bəlkə bir sual qəbul edək. Dərhal bir dəqiqəmiz var. Buyurun. İlk öncə sizə öz təşəkkürümü bildirirəm. Belə bir veriliş ərsəyə getirdiyiniz üçün və bizim əziyyətimizi, zəhmətimizi çəkdiyiniz üçün suallara açıq, aydın cavablandırdığınız üçün təşəkkür edirəm. Allah oruc ibadətlərinizi qəbul eləsin. Qarşıdan gələn Ramazan bayramınızı da ürəkdən təbrik edirəm. Mənim belə bir sualım var ki, mənim qızımın illər öncədən 3 oruc niyyəti var idi, amma heç cür tuta bilmir də. Aclığa tabı yoxdur. İndi də tutmağa çalışır, amma günortadan o tərəfə heç cür dayana bilmir. Halı olmur, halsız olur, özünü yaxşı hiss eləmir. Yəni, nə məsləhət görə bilərsiniz? Nə eləyə bilərik ki, bu boynundan bu 3 günlük oruc niyyəti götürülsün? Təşəkkür edirəm. Mən də sizi təbrik edirəm. Ağa müəllim, vaxtımız bitir. Çox qısa bir cavab istəyəcəm. Əgər gücü çatmırsa, həqiqətən fiziki problemlər varsa, o 3 günün fidyəsini versin. Təşəkkür edirəm. Ustad, təşəkkür edirəm. Faiq müəllim, ağa müəllim, sizi çox istəyirəm. Allah sizdən razı olsun. Var olasınız. İnamın işığında neçə-neçə 10 illər Allahın izni, dövlətimizin himayəsi ilə gələsiniz. Bircə Ramazanın fəzilətlərini xalqımızla bölüşək. Var olasınız. Təşəkkür edirəm. Əziz və vəfalı İnamsevərlər, hər birinizi Allaha əmanət edirəm. Allah Taala oruç və namazlarımızı qəbul etsin. Biz uzaqda deyilik, yenilənən Space televiziyasında İnamın işığında saatlar sonra imsaka doğru saat 4-də yenidən yenilməz İnam komandası ilə Ramazanın fəzilətlərini bölüşmək üçün sizlərlə görüşə gələcəyik. Dualarınızda bizi unutmayın. Allaha əmanət olun. Uca, əziz Rəbbimiz canımız, can Azərbaycanımızı qorusun.